Salam uşaqlar, xoş gördük hamınızı bizim YouTube kanalımızda. Mən sizlərlə birlikdə bugün səhifə 68-69'u başa salacağım. Ama listinglere girmeyeceğim uşaqlar. Çünkü listinglere girip çıxdıqda görürüm ki, çəkdiyim program adını söylemeyeceğim. Çəkdiyim program silinir ve mən bundan neçənci səfərdir ki, çəkirəm, silinir. Neyse, baxaq bizim mətnimizə. Let's take some picture, Lisa. Can you climb trees? Mən şəkil çəkirəm. Lisa, sən ağaca dırmaşmağı bacarsan? Yes, I can look. Bəli, mən bacarıram. Bax. Can you play the guitar? Sən gitar çalmağı bacarsan? Yes, I can listening. Bəli, mən gitar çalmağı bacarıram. Dinlə. Can you jump rope, Lisa? Sən ipdən hoppana bilirsən? Lisa. Bəli, mən ipdən hoppana bilirəm. Bax. I know. Can you ride a skateboard? I bet you can't. Sən onun adı neydi? Kaykayda sən kaykayda sürə bilirsən. Sən kaykay sürməyi bacarsan. I bet you I can't. Mən mərcə edərəm ki, sən sürə bilməyəcəksən. Bunu bacara bilməyəcəksən. Lisa deyir ki, yes, I can look. Bəli, mən bacaracağam. Bax. No, I can't. Yox, mən bacarmadım. İndi listinglər dediyim kimi qoya bilmirəm. Qoyandan sonra çıxanda burada alınmır. Amma bizim proqramı silinir. Yenə də dedim, proqram silinir. Ona görə biz baxaq. Burada sizə özüm deyim. Birinci sözümüz climb tree. Climb tree sözünün bir dəqiqə. Trees dəqiqəm. Climb trees'dir. Burada sizə qeyd edim ki, mətnin içərisindən baxın. Bu sözdür. Yəni bu söz olaraq yazın. Mətnin içərisində təbii ki, hər şey. Amma mən dediyim kimi təkrarlayıram. Listening qoya bilmirəm. Proqram silinir. Neyse. Üçüncü sözü baxıram. Çünki burada üçüncü söz göstərir ki, play the guitar. Burada gitar sözü budur. Təbii ki də gitara burada axırda yazırsınız. Burada play. Burada play the. Bu boşluqlardakı söz də gitaradır. Play the guitar. Gitara çalmaq. Baxaq o birisinə. Burada da bizden sonraki sözümüz fısıldamakdır. Aslında bu fısıldamak yoktu. Ama bilmirəm niyə veriblər. Bu sözdə fısıldamaq deməkdir. Burada bizim tapşırımızda vardı. Whistle. Fısıldamaq deməkdir. Bu sözümüz fısıldamakdır. Dördüncü sözdə draw. Rəsm çəkmək. Aslında buradakı olan sözlərin hamısı bizim digər tapşırımızda var idi. Baxın, draw, paint, draw rəsm çəkmək, paint, rəsm rəngləmək kimi gedir. Yəni burada sözlər eyni sözün təkrarıdır. Yəni yazsız olar, yazmasızlar. Yani burada altımızda da İngiliz dilden danışmaq deməkdir və speak English. Biz burada hər məzun oxuduqdan sonra tapşırıq 5'ə nəzər yetirək. Deyir ki, Lisa'nın xüsusiyyətləri, Lisa'nın bacara bildikləri. Burada biz qeyd edirik. Deyir ki, can you play the guitar? Lisa gitar çala bilirdi. Bəli, çala bilirdi. Bacarırdı. Can you jump rope? O ipdən hoppana bacarırdı. Bəli. Can you ride a skateboard? O kaykay sürə bacarırdı. Yox, xeyr, bacarmadı. Biz burada tapşırıqlarımızda da baxaq. Burada 6-cıda deyir, can you draw? Sən rəsm çəkməyi bacarırsan. Yes, I can draw.
Bəli, mən bacarıram. Mən rəsm çəkməyi bacarıram. Hey, 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 hey. Can you paint? Sən rəsm rəsmləməyi xoşlayırsan, bacarırsan. No, I can't. Yox, mən bacarmıram. I can't paint. Mən bacarmıram rəsmi. Neyse uşaqlar, bugünkü dərsimiz bu qədər idi. Sağ olun. Gəlin dərslərə görüşənə qədər bizim də kanalımıza abunə olub, like atıb, yorum yazmayı unutmayın. Sizləri çox sevirik. Belə videoların davamlı gəlməsini istəyirsinizsə kanalımıza abunə olun və bildirişləri açın. Sağ olun.